Təcili yardım buyurun. Hansı rayon, hansı ilçə? Həkimlərimiz yönləndirilir sinifə. Gördükləriniz sizə film səhnəsini xatırlada bilər, amma bu kino deyil. Aç gözlərini, aç. Mənim əziz oğlum. Ayım. Kino bax, belə olur. Gördükləriniz real həyatdandır. Onlar bugün də bir can xilas etmək üçün yola çıxdılar. Zamanla yarışmazlar deyirlər, amma onlar hər gün zamanla yarışırlar. Bugün onların peşə bayramı olsa da, onlar iş başındadılar. Hər peşənin öz məsuliyyəti var, amma bu peşə əllə toxunmadan da könülləri sağaltmağı bacarır. Səbrin, mərhəmətin, fədakarlığın və qəhrəmanlığın daşıyıcıları da onlar. Ağrını azaltmağı, qorxunu sakitləşdirməyi, yaşatmaq üçün yaşamağı seçənlərdir. Cəmiyyətin görünməyən, amma ən vacib dayaqları, tibb işçiləri. Məşhur bir yazarın bir sözü var. Deyir, gerçək həkim xəstəsi və yaşayıb, xəstəsi və övəndir. Biz həkimlər də hər gün xəstəmizlə yaşayırıq, demək olar, hər gün xəstəmizlə bəzən də dediyimiz kimi övürük. Həkimliyin məsuliyyəti həddindən artıq çoxdur və bu işə başlayanda da biz bu işin asan olmadığını bilirdik. Amma hər sağalan xəstəlik, hər minnətdar baxış bu çətin işin eyni zamanda nə qədər də dəyərli olduğunu, nə qədər də müqəddəs olduğunu bir daha bizə göstərir. Mən vəzifəmin, peşəmin müqəddəs olduğunu bilirəm və bu inamla da, bu inancla da hər gün işimin başına gəlirəm. Bəzən dediyimiz kimi çətinliklər olur, amma biz həkimlərin demək olar ki, üstündə bir həyat yükü var. Onların arasında elələri də var ki, bu peşənin əsl dəyərini yalnız xəstəxana otaqlarında deyil, cəbhə xəttində, həyatla ölüm arasında dərk ediblər. Vətən müharibəsində yüzlərlə tibb işçisi minlərlə insanın həyatına ümid oldu. Bir amal uğrunda birləşərək bir yumruğa çevrildilər. Birgə addımladılar, birgə sarıdılar, birgə yaşatdılar. Horadiz qəsəbəsini o vaxtı vurmuşdular. Orada bilənlər bilir, o ərazidə olanlar. Və biz ora getdik, yaxınlaşdıq ki, biz ərazidə orada olan hadisələrlə yaxından tanış olaq və orada əsgərlərin necə bizim əhatəmizə yığışdığını gördük. Mən sual verdim ki, uşaqlar, biz bura gəlmişik baxmağa, bəs bu hadisələrlə yaralı varmı, yoxmu, bunu aparaq. Qayıtdı ki, həkim, biz gözləyirik ki, birdən bu proses bir də təkrarlanar, bir də buranı atəşə tutarlar. Axı siz bizə lazımsınız. Yəni, mən orada öz canlarını heçə sayaraq bizim əhatəmizdə durub, o deyir, gələn qəlpədir, bizə dəysin. Çünki biz gediriksə bir can gedir, siz gedirsinizsə, gör nə qədər can gedir. Yaşadı. Bir insanın həyatı xilas olundu. Belə də olmalıydı. Ağ xələt məsuliyyətin rəngidir. Ağ xələt vicdanın ruhudur. Əziz tibb işçiləri, peşə bayramınız mübarək. Sizin varlığınız sağlam həyatımız deməkdir. Çək mənim kişimi.